Değerli şagirdlər, abituriyentlər, izləyicilər, bu dərsimizdə Şah İsmail Xətainin Dəhnamə poemasından danışacaq. Dəhnamə poeması haqqında bir xırda məlumat verəndən sonra məzmunu üzərində işləyək. Dəhnamə poeması Həzəc bəhrində yazılıb. Bu yerdə onu deyim ki, Füzulinin Leyli Məcnun poeması da Həzəc bəhrində yazılıb. Bu poemada təhkiyə ilə lirik şeir paralel şəkildə verilib, yəni qarışıq şəkildə verilib, sanki dastan kimidir. Bunu da elə belə demiş oldum. Dəhnamə 10 məktub deməkdir. Bu əsərdə insanın öz səyi ilə, iradəsi ilə, səbri ilə məqsədinə çatmaq ideyası təbliğ olunur. Yəni, aşiq 10 məktubla, daha doğrusu 9 məktubla, axırda 10-cu məktub yox, 9-cu məktubda öz sevgilisilə, daha doğrusu sevgilisidir ki, sevdiyi pərinin razılığını, görüş razılığını ala bilir. Poema söz ki, ənənəvi başlıqdan başlayır hökmdara. Allahın vahidliyinə bəhs edən, Allahdan kömək uman Peyğəmbər Əlinin tərifi var. Sonra poemada bir mürəbbi var. Elə poemanın özünün ölçüsündədir bu mürəbbi. Bu yerdə onu deyim ki, lirik şeirlərin özləri də poemanın ölçüsündədir. Yəni Həzəc bəhrinin həmin məlum ölçüsündədir. Amma məsələn Füzulidə bu fərqlidir. Füzulidə qəzəllər, mürəbbilər fərqli bəhrlərdə, ölçülərdədir. Və bir mürəbbi var. Burada bu mürəbbinin varsarı kimidir bu mürəbbi. Yəni 4-cü misra hər dəfə təkrarlanır. Allahu Məhəmmədi Əlidir. Elə bir misra keçir. Elə bizim dilimizdə olan ya Allah, ya Məhəmməd, ya Ali ifadələri də görünür elə o dövrdən qalıb. Gəldik poemaya. Sonra poemanın elə bir müqəddimə hissəsi var ki, orada baharın təsviri verilir və bu şeiri biz xüsusi olaraq ayrıca aşağı siniflərdə öyrənirik. Aşağı siniflərdə bu şeir ixtisarla verilib. Xatırlayırsınız, qış getdi, yenə bahar gəldi, gül bitdi və laləzar gəldi. Beyti ilə başlayan bahariyə hissəsi var. Peyzaj lirikasına nümunədir və bu həqiqətən çox möhtəşəmdir. Mənim ağlımca poemanın özündən daha gözəldir bu baharın təsvir hissəsi. Yəni bu təsvirin özünün bir xüsusi yeri var. Ədəbiyyatımızda bu cür bahar təsviri, ümumiyyətlə təbiət təsviri nəzmdən heç harda yoxdur. Yəni bu çox möhtəşəm gözəllikdir. Bunu da xatırladım ki, Xətainin bu poeması bədii cəhətdən deyək ki, Füzuli səviyyəsində deyil, heç ümumiyyətlə ona yaxın gələ bilməz. Ümumiyyətlə əsərin quruluşunda, deyək ki, strukturunda, ifadə tərzində biraz qüsur var. Bunda onunla bağlıdır ki, bu şeir çox Xətainin gənclik illərində, 19 yaşında olanda yazılıbdır. Ona görə bir nəsə çatışmazlıqlar hiss olunur, o barədə xüsusi danışacağım. Amma bahariyə hissəsi həqiqətən möhtəşəmdir. Xüsusilə burada nə hiss olunur? İstəyir heyvanlar, istəyir bitkilər haqqında deyərkən, danışarkən şair burada ciddi şəkildə metaforlardan istifadə edib. Yəni, insana məxsus əlamətlər bütünlüklə bitkinin və heyvanların üzərinə köçürülübdür. Bahariyə barədə mən biləm bu qədər danışsaq bəsdir. Sözsüz ki, şeir oxumaq lazımdır, dəfən-dəfən oxumaq lazımdır. Bu məqamda bir şey deyim, əsəri oxumağa ərinişən adamlar üçün mən orta məktəb dərsliyində Dəhnamə haqqında, Dəhnamədən verilmiş parçanı özüm üçün oxudum. Bahariyə ilə bir yerdə 8 dəqiqə eləmədi. Demək ki, 8 dəqiqə buradakı ifadələr həm də çətindir, biraz anlaşılmayan ifadələr var. 8 dəqiqədə deyək ki, izah olsun. Məsələn, Dövlət İmtahan Mərkəzinin vəsaitində, digər vəsaitlərdə şeirin izahı da verilib. Yəni, izahı dedikdə sadə dillə tərcüməsi deyək, dırnaq arası tərcüməsi verilib. Və bu 8 dəqiqə, 16 dəqiqəyə bir əsər oxuya biliriksə, 3 dəfə oxusaq, 5 dəfə oxusaq, bu yarım saat, 40 dəqiqə, 1 saat eləsin və nəticədə əsəri mükəmməl öyrənmiş olaraq. Gəldik Dəhnamənin özünə. Dəhnamədən çox qısa bir parça verilibdir burada. Lövhədə yazmışam, aşiqin əhvalı, 1-ci məktubun Səbanın məşuqənin yanına gəlməsi, 1-ci məktub. Sonra məşuqənin sözünü eşidib Bağban və Səbanı danlaması, bir də 2-ci məktub Səbanın məşuqənin sözləri də aşiqin yanına gəlməsi. Cəmi bu hissə verilibdir. Bu hissə də orta məktəb dərsliyində, bu dərslikdə böyük bir yanlışlığa yol veriblər. Görünür, bunu yığanda problem olubdur. 1-ci məktub Səbanın məşuqənin yanına gəlməsi hissəsində mən göstərim sizə. Burada durmuşdur səba qılıb təfəkkür, barmağını dişləyib az təhəyyür. Bu hissədən sonra gələn hissə başqa hissədir.
Əslində buradan sonra bəzi vəsait sahibləri düzəldiblər bu səhvi, bəziləri düzəldə bilməyib və yaxud kimisi səhvi ilə düzəldiblər, adlarını çəkməyib. Deməli, durmuşdu səba qılıb təfəkkür, barmağını dişləyib əz təhəyyür, ondan sonra belə olmalıdır. Nagah önünə çü gəldi bir pir, xoş şəkli şəmaili, özü dilgir. Bax, bu hissə gəlir ondan sonra, bir də burada, könlün görəyim nə çikdiranın, sözün deməcək o natəvanın. Buradan sonra gəlməlidir ki, oturdu səbabı ol yeriydi, söz deməcək fürsət istər idi. Əgər bunu bu ardıcılıqla oxumasaq, ümumiyyətlə bu hissənin mənası heç anlaşılmaz. İndi qısa o hissədə nədən danışılır, hissələrdə ondan danışacağım. Sözsüz yenə əsəri deyirəm ki, oxumaq lazımdır. Aşiqin əhvalında belə olur ki, yaz fəslidir, əslində elə əvvəlcədən bahariyə verilir və aşiq gəzir, heç bir dərdi, qəmi yoxdur. Hətta burada bir aşiqin dilindən belə bir söz söylənir ki, mən sevənləri axmaq hesab eləyərdim, amma gülmə qonşuya gələr başına, yatır yuxuda, o bir pəri üzlü bir qız görür və o qıza aşiq olur. O qızı görəndən sonra əldən, əyaqdan gedir. Yəni adamın özünün də ifadəsidir, deyir ki, bilmədim, ölüyəmmi, diriyəmmi, yuxudan ayrılmış dəliyəmmi. Yəni tamamilə özünü itirir. Bu hissədə ondan danışılır. Bu məqamda bir şey deyim. Bayaq dedim ki, əsərin quruluşunda biraz problem var. Demək, daha doğrusu bəlkə də bizim müasir bu kitabı nəşr edənlərin durğu şairlərini düzgün istifadə eləməməsi var ki, vasitəsiz nitqlər hiss olunmur. Misralar bir-birinin ardınca verilir və yaxud vasitəsiz nitq o tərəfə dursun. Deyək ki, hissələrin arasında, deyək ki, abzaslar. Heç olmasa Məsnəvinin poemanın abzaslar hissəsini bir sətir boşaldaraq vermək, yəni o ara buraxaraq ki, hadisələr dəyişdi. Çünki belə deyək ki, həm də belə bir qüsur var. Səba danışır, deyək ki, aşiq danışır, aşiq danışanı sonra qəflətən keçirik məşuqənin, belə müəllifin nitqinə. Burada bir dolaşıqlıq əmələ gəlir insanın belində. Çünki bu elə bir şairin ustalığının zəifliyi ilə bağlıdır ki, müəllifin sözü veriləcək yeri bəzən aşiqin sözündə. Məsələn, aşiq deyir ki, məktubu aşiq aldı, apardı. Səba aldı, apardı. Amma Səba aldı, apardı deyəndən sonra nə baş verir? Səbanın gedişini təsvir edir. Halbuki Səbanın gedişini təsvir etmək müəllifin olmalıydı. Sonra birazdan görür ki, müəllifə nitqinə keçdik. Yəni o anda adamın beynində bir qarışıqlıq əmələ gəlir. Zaten əsərin dilində bir çətinlik var, arxaik ifadələr var. Anlamaqda çətinlik olur ki, gedən Səba özü, aşiq özüdür. Aşiq özü gedirmiş kimi danışır, sonra keçir müəllifin nitqinə. Halbuki yəni orada deyəndə ki, gəldi, aldı məktub deyir, gəldi və əlimdən aldı məktub. Məsələn, burada əlimdən yox, gəldi və əlindən aldı məktub. Məsələn, yəni, aşiqdən aldı məktub, əzm etdi, yeriydi, sui məhbub. Yəni, məhbuba tərəf getdi. Amma məsələn, gah dağ üzə əsdi, gah daşda, gah xuşk üzə əsdi, gah yaşda. Yəni, belə gedir, adam burada sanki bu nitq aşiqin nitqidir. Amma aşiq hadisələrin şahidi deyil, axı bu müəllifin nitqi olmalıdır. Biraz belə qəribə bədii cəhətdən, yəni əsərin qurulması baxımından bir zəiflik var. İndi gələk məsələyə. Deməli, bu hissədə olmasa da, aşiq öyrənir qeybdən gələn bir səslə ki, bəs məşuqə Pərilər bağında yaşayır, istəyir özü ora getsin, orada bağban tərəfindən geri qaytarılır. Bağbanın məsləhəti, sonradan biz bilirik ki, bağban məsləhət edib ki, get Səbanı göndərginə, gəlir Səbanı tapır və Səbanı məktubla Pərilər bağına göndərir. Bizim bu pərimiz demək mifik obrazdır. Əslində bu poemada bir aşiqanə poema olmaqdan ziyadə, məhəbbət mövzusunda olmaqdan ziyadə bir də bir inanc var idi təriqətlərdə ki, Allaha qovuşmaq üçün əvvəlcə onun mələkləri ilə görüşmək lazımdır və bu mələk elə bil araçı mələkdir, yəni vasitəçi mələkdir. İnsan mələklə görüşəndən sonra Allaha qovuşa bilər. Şeyxlər, o dövrün sufilərinin belə bir inancları var idi və bu pəri də həmin pəridir. Həm də sözsüz ki, bu biraz da real eşqin təsviridir, yəni əzimkarlıq göstərib, sevgisində sabit qədəmlik göstərib insan niyyətinə çata bilər. Və bizim bu əsərimizdə də aşiq Səbanı göndərir, Səba gəlir, çatır Pərilər bağına. Bir yerdə bir şey deyim ki, biz pərinin 3 yerdə gözəlliyinin vəsfini görürük. Bir, o yuxudan ayrılandan sonra yuxuda təsvir edir ki, çox gözəl idi. Bir yerdə sabah təsvir edir, gəlir ki, gördük, qızı görür, pərini görür, çox gözəldir. Bir yerdə də pəri özünü, o məktubu cırıb atanda, bağbana acıqlananda deyir, sən bilməzmisən ki, mən nə şahəm?
Bir də orada bir pərinin təsviri var. Bu təsvirlərin hansının hansı hissədə olduğunu bilməyə ehtiyac var. Çünki əsərdə hadisələrin ardıcıllığını verərkən qarışdırmamaq üçün. Bəli, aşiq Səba gəlir bu qoca pir bağban, orada pir kimidir, pir gəldi bu Səbadan soruşur ki, sən aşiqdənmi gəlirsən, səni mən məsləhət eləmişdim, sən ver məktubu, mən gedim pərini görüm onun əhvalı yaxşıdırsa, sənin məktubunu ona çatdırım. Bəli, gedir görür pərinin əhvalı yaxşıdır, hər şey ərz edir ki, və bir qasid gəlibdir, boynunu bükübdür, bir aşiqdən bir məktub gətiribdir. Səba, demək, pəri qəbul edir. Qəbul edir, gəlir Səbanı və burada ikisini birdən, bağbanı da, Səbanı da danlayır, məktubu cırvatır ki, yəni nətər mənim hüzuruma gəlib belə bir şey təklif eləyə bilirsiniz. 4-cü hissədə ki, məktub Səbanın məşuqənin sözlərlə aşiqin yanına gəlməsi, Səba gəlir aşiqin yanına, aşiq soruşur ki, nə oldu, o sağdır mı, necədir, deyir, hər şey sağ, yaxşıdır, hər şey yerindədir, amma o səndən üzünü çevirib bu məktubları da cırdı, atdı. Biraz bir-iki məqamı da deyim. Səba 3 məktub aparır. 3 məktubdan sonra pəri onu hirslənir. Səba küləkdir zaten. Burada deyir ki, telində əsir eləyir. Çünki küləklə tel arasında bir bağlılıq var. Sonra ahdan məktub göndərir. Bir məktub da ahdan göndərir. Sonra 2 məktub huşdan göndərir. Sonra 3 məktub göz yaşından göndərəndən sonra, yəni 9-cu məktubda pərin ürəyi yumşalır. O özü də aşiqə bir məktub göndərir və onunla görüşə çağırır. Məktubu Səba ilə göndərir. 11-ci məktubdan burada xüsusi vurğulayıram. Çünki bir məktubda o tərəfə getmişdi. Amma yəni aşiq tərəfə getmişdi. Aşiqin 10-cu məktubundan sonra bunlar görüşürlər və sonra da sözsüz ki, ayrılırlar. Bu görüşmək, evlənmək üçün, ailə qurmaq üçün deyildi. Dediyim kimi Allaha qovuşmaq üçün, Allaha çatmaq üçün pəri ilə görüşmək lazım idi. Allahın mələyi ilə bu həmin simvolik mələk idi. Nikbin sonluqla bitir əsər. Əsərin sonunda sonra əsərin yazılma səbəbləri göstərilibdir ki, Allaha bəndəliyini bildirmək, özündən sonra bir nişan qoymaq. Bu məsələlər daha dərsliklərdə yoxdur. Ona görə də bu barədə xüsusi danışmağa ehtiyac yoxdur. Diqqətinizə görə təşəkkür edirəm. Bir faydam toxunduysa nə mutlu.